Və bunun şeyi yoxdur. Bir dənə çaşarsan elə bilərsən had better'ın have better'ı da var, will have better'ı da var. Yoxdur. Prosto bir dənə böyle balta kimi variantdır. You had better. Götürürsən, yapışdırırsan şudun yerinə. Amma bir şey var. Had better işlədilən yerdə şud işlənə bilər. Amma o yerdəki şud olmalıdır, orada had better ola bilməz. Misal, nədən ki? Yo, izah edəcəm, narahat olun. İngilis dilinin modal feilləri belə bir ənənədən keçir, belə bir mövzudan keçir, belə bir orada rəng, belə bir məsələ var orada. Ümumi hal, xüsusi hal. Xüsusi hal nədir? Ay qız, evə vaxtında gəl, dədən evdədir. Bu ümumi haldır, xüsusi haldır. Xüsusi hal. Bir qıza aid, düzdür? Bir də var deyirəm ki, yaxşı qız evə vaxtında gələr. Bu ümumi haldır, düzdür? Ümumi halda had better ola bilməz. Şud olmalı. Çünki hamıya aid. Amma bir qıza deyə bilərsən, you better come home in time because your father is at home. Çünki sən atan evdədir. You had better come home in time. Amma istəsən ona şud da deyə bilərsən. Had better, had better. Had better. Keçmiş zamandan qurulur. Amma şeydir, yəni sən onun zamanına baxma da, o sadəcə quruluşdur. Zaman məsələsi yoxdur orada. Ümumiyyətlə yadına saxla, məsləhətin, yəni şudun zamanı yoxdur. Və modal feillər, would prefer başqa şeydir. Modal feillər heç vaxt əmr formasında olmur. Sən kiməsə deyənməzsən, bazar. Yoxdur ingilisində elə şey. Okay? Ancaq be able deyə bilərsən, be able. Bu da ancaq özü işlənir də. Had better var da, dedim ki, biləsən. Okay, deyək ki, sən minimalistik yanaşırsan ingilis dili öyrənməyə, sən işlədiyin yerdə fəhlə babasan, sən maraqlı olar ki, elə gözlü yola verə bilirsən. Tamam, anladım, okay, mən səndən razı. Düzdür, tərəfdarı deyiləm, amma deyək ki, sən deyəndir, sənə bu boyda bəhs edir ingiliscə. Okay, amma bir şeylə də sən mütləq bilməlisən ki, heç olmasa informasiyon olmalıdır ki, had better deyilən bir şey də var, okay? Yəni, başa düşməsin ki, bu var da. Nə olsun ki, məsələn, sən bunu işlətməyəsən? Sözallarda işlənir də. Vəbşi, illərin mənə göstərdiyi, belə deyək də, təcrübə sən kimi adamların başına alladıb, ona hər mövzuya aid 5 dənə misal əzbərlədirsən. Məsələn, cümlə yazdırım, you better go home, you better do it. Yazdırırsan, əzbərlədirsən, xoşuna gəlir, düşür dilinə.